Sabahınız xeyir, gününüz aydın olsun. Nərgiz xanım yenə piyada. Yenə xəstəxanəyə, yenə xəstələrinə baxmağa. Elə biz həmişə sağ ol alırıq. Allah hamd olsun. Dünən bir xanım qalmışdı koridorda, baxan yox idi. Mən ona kömək əlimi uzatdım. Axırda gəlib mənim üstümə qışqırdı. Ay səni. Yaşıllığa baxın. Nə yaxşı ki bu yaşıllıqlar var. Nə yaxşı ki mən hər gün səhər piyada gedirəm. Və bütün bu stresi ancaq bu cür çıxarda bilirəm bədənimdən. Yeri gəlmişkən bəzi həkim yoldaşlarım var. Maşında işə gəlib gedirlər. Sonra başlayırlar evdə pilləkanları qalxıb düşməyə. Blokda. Ondan sonra bu yaşıllığa baxa-baxa gedəsən. Bu gözəllikləri görəsən. Yerin rənglərə baxın, rənglərə. Yolkalarımıza baxın bizim. Necə siz nə inirsiniz, nə var, nə yox. Dedim 5 dəqiqə canlı yayım açım səhər-səhər sizə biraz bu yaşıllıqlardan feyziyab olasınız. Necə siz nə inirsiniz? Bir maraqlı hadisə haqqında danışmaq istəyirəm. Dünən başıma gələn. Dedim qoy sizə də danışım görüm. Ay Allah ne güzel güneş çıxıb. Güneş çıxıb qırmızı. Can gülüm can. Gördüğünüz kimi güzelliklerden siz de feyziyab olun. Güzellik değil mi? Bu yolkalar güzellik değil mi? Bu güneş güzellik değil mi? Hamısı güzeldi. Hayat güzeldi. Ve hayatınızı mənasız söhbətlərə ayırmayın heç vaxt. Öz həyatınızı yaşayın. Olduğunuz kimi olun. Kimə görəsə dəyişməyin. Kimisə xoşuna gəlməyə çalışmayın. Beləsiz. Öz həyatınızdan ən birinci özünüz zövq alın. Kimsə sizdən zövq almamalıdır. Siz zövqü birinci özünüz həyatınızdan almalısınız. Yoxsa mən kimin üçünsə xoş gəlsin deyə başqa cür yaşamalıyam. Elə deyil. Olduğunuz gündən zövq almağı bacarın. Bu böyük xoşbəxtçilikdir əslində. Bu saat yıxılacağım. Aha. Bir mövzu haqqında danışmaq istəyirəm. Dünən olan bir söhbət haqqında. Deməli, siz yaşıllıqlara baxın. Mən gedim, siz yaşıllıqlara baxın. Deməli, dünənləri bir hadisə oldu. Hadisə deyəndə ki, gündəlik olan işlərdən biri idi. Sadəcə olaraq o haqda mən düşündüm çox. Sizcə insan nə vaxt bəkdən, qışqıra-qışqıra danışır, şüvənlik salır? Əgər insan hayküylüdürsə, bək danışansa, deməli o düz danışır. Mən dünəndən o haqda fikirləşmişəm və dünənki hadisə bir daha onu sübut elədi ki, elə deyil. Deməli, otaqda oturmuşuq, həkimlərdir. Bir nəfərin müzakirəsi gedir və içimizdə bir nəfər çox bək danışandır və həmin dəqiqədə o haqda danışırdı ki, mən hamıya sözü düz üzünə deyirəm, heç nədən qorxmuram, sözü düz üzə deyən adama. Deyəndən sonra bu müzakirə gedir bir insan haqqında. Ay Allah, yaşıllığa baxın. Və həmin moment otağa elə bil ki o adamı çağırdılar. Gəldi, tırt qapını açdı, girdi içəri. Bu həmin sözü düz üzə deyən adam, düz danışan adam, bək qışqıran adam. Hop, səsini kəsdi. Başladı mövzu başqa söhbətdən danışılmağa. İliyəndə mən dözə bilmədim. Mən bilmirsiniz, bir balaca çətin adamam. Qayıtdım ki,
Hə, bayaq deyirdin ki, sən sözü düz-üzə deyən adamsan, elə deyil. Deyir, hə, bəli, mən sözü düz-üzə deyən adamam. Bax, gəlib Nərgiz sənə desələr ki, mən sənin haqqında bir söz demişəm. Birinci gəl məndən soruş. Gör, o söz mən demişəm, deməmişəm, mən sənə düzün deyəcəm. Dedim, əgər bilmək istəyirsənsə, mən hardasa eşitsəm ki, sən mənim haqqımda pis söz danışmısan. Elə oradaca o sözü qoyub gedəcəm, deyəcəm, nə deyirdisin, cəhənnəmə deyib gözüm aydın. Mənim üçün heç bir problemi yoxdur. Nə deyirdisin, heç vecimə də deyil. Dedim, çıxdım otaqdan. Və dünən mən bir şeyi başa düşdüm. Bərk qışqırmaq, mən hamının sözü üzünə deyənəm, demək pərdəsi ilə qışqıra danışan, hayküylü insanlar əslində daxilən çox zəif insanlardır. Onlar öz içlərindəki qorxunu, həyəcanı və yaxud kompleksi və yaxud yalanı və yaxud nə bilim oğurluğu, nəsə gizli işləri üstün örtmək üçün, onu maskalamaq üçün yalandan dərddən qışqırır, o görünüşü yaradır. Əgər insan özünə güvənclidirsə, ay Allah, yaşıllığa baxın, nə gözəllikdir. Əgər insan özünə güvənclidirsə, öz daxili aləmindən razıdırsa və heç bir kompleksi yoxdursa, o heç vaxt nə qışqırmayacaq, nə hayküy salmayacaq, nə də deməyəcək ki, mən sözün düzün deyənəm. Razısınızmı mənim fikrimdən? Yoxsa yox? Hamı işə tələsir. Nərgizsə canlı yayım açıb. Dedim, səhər sizlə biraz görüşüm. Fikirlərimi sizlə bölüşüm. Mənim sizdən başqa söz bölüşdürəsi adamım yoxdur. Olanı deyim. Nə yaxın padruqam yoxdur. Nə belə sirdaşım yoxdur. Mənim sirdaşım da, mənim yaxın rəfiqələrim də, mənim dostlarım da ancaq sizsiz. Sabahınız xeyir olsun, gününüz aydın olsun və mənim fikirlərim haqqında bir düşünün. Görün, mən düz fikirləşirəm, yoxsa yox. Nə gözəllikdir ya, nə gözəllikdir ya. O dükanı da elə qəşəng bəzəyiblər. Qoyun onu da göstərim. Ondan sonra canlını dayandıracağım. Yeri gelmişken, buna bakın. Yeri gelmişken, görün ne güzeldi. Yeri gelmişken mən nə özümü, nə heç kəsi reklamla məşğul olan adam deyiləm. O günləri bir həkim yoldaş deyir ki, mən Instagrama baxacağım, olsa mənim baxmağım hesabına pul qazanacaq. O adamları başqadır. Mən o işlə məşğul deyiləm. Və heç nədən də pul qazanmaq fikrim yoxdur. Mənim pulum da, qazancım da ancaq sizlərsiz. Mənim dostlarım. Oxumağa vaxtım yoxdur. İşə gecikirəm. Öpürəm hamınızı. Baxın, bu yolla gedəcəm. Görürsünüz nə gözəl. Piyada gəzin, aktif həyat keçirin. İçinizdeki qurtlar təmizlənsin. Öpürəm hamınızı, sağ olun. Yeri gəlmişkən əslində çox qanım qaradı. Dünən biraz əsəbləşmişəm. Amma bunu da boş verirəm. Sağ olun, görüşərik.